Bax, Şamilin süqutundan ve Azərbaycanda, Qubada qiyam yatırılandan sonra sakitlik idi Qafqazda. İndisə Əla Həzrət İmperatorun məhz Qafqazdan narazı qalması üçün əlində tutarlı əsaslar var, cənab knyaz. Əlal xüsusda sizin quberniyadan. Onu da yaddan çıxartmayın ki, narodnovolyaçılara elə nəbi kimi üsyankarlar lazımdır. Səltənətin o qatı düşmənlərinin Qafqazda da dərin kök salmasına yol vermək olmaz. Sizə mat qalmışam. Əlinizdə o cür ixtiyar, hakimiyyət var. Buyurun. Hələ ordunu demirəm. Bütün belalar ondadır ki, sizin dediğiniz ordu rəğbət bəsləyir Nəbiyə. Saldatlar da ki ona güllə atmaq istəmirlər. Başqa yerdən qoşun çağırmaq lazımdır. Knyaz, bütün dövrlərdə hər xalqın öz Stepan Razini olub, olacaq da. Ağıllı müdrik hökümdarlar belələri ilə necə rəftar edirdilər? Ya öz tərəfinə çəkirdilər, ya da boyunlarını vurdurdular. Yəqin ki, başqa yollar da var. Biri elə o kəndilə ki, nəbi qulluq verib, siz də rütbə verin, çürnükdirin. Elə ki, vəzifənin ləzzətini gördü, olacaq qulunuz.